Allahın salamı olsun sizlərə, dostlar. Rabbim bura qədər etdiyimiz əməllərin hər birisini qəbul eləsin və bizi neçə-neçə Ramazanlar görməyi nəsib eləsin. Və biz 25-ci gündəyik, 25-ci yəni cüzdəyik və bugün 25-ci cüzdə olan surələri əl alacağıq və o surələrdə olan praktik ayələri danışıb müzakirə eləyəcəyik Allahın izni ilə. Mütəal Allah buna gözəl şəkildə müvəffəq olmağı və o ayələri həyatımıza tətbiq etməyi nəsib eləsin. İlah, amin. Demək, Şura surəsi ilə başlayırıq, dostlar. Bu surə mənası odur ki, dostlar, müşavirə deməkdir. Şura sözü Azərbaycanda da var, şura sözü. Yəni, bu o mənanı verir. Məsləhətləşmək, qarşılıqlı fikir mübadiləsi deməkdir. Yəni, mənası, surənin adının mənası budur. Yəni, belə qeyd olunur ki, bu, İslamda idarəçilik, sosial həyatda İslamda idarəçiliyin, yəni sosial həyatda böyük bir yeri var ki, hətta bu adda bir surəmiz var. İçərdiyi bir mövzular isə, yəni surənin içindəki mövzular isə daha çox vəhiy, tövhid, Allahın qüdrəti, elm, axirət və hesab, tövhid və şirk, məsləhətləşmə haqqında olan ayələr var, yəni mövzular var ki, ayələrdə bunlar haqqında danışılıbdır, dostlar. Bismillahirrahmanirrahim. Demək, Şura surəsinin hansı ayəsidir? Başlayaq. 12-ci ayəsindən. Yox, elə biz başlayaq 5-ci ayəsindən. Maraqlı olan ayələrdən biri də budur ki, Mütəal Allah deyir ki, göylərin bir-birinin üstündən çatlayıb yarılmasına az qalır. Mələklər və Rəbbinə həmd ilə təriflər deyir və yerdəkilər üçün bağışlanma diləyir. Biz bunu bundan öncəki surədə də gördük ki, demək Allahın sistemində yerdə olan möminlər üçün, müsəlmanlar üçün dua eləyən, kəramət sahibi olan bir varlıqlar var, mələklər var. Hansı ki, o bizlərin bağışlanması üçün, sonda cənnətə girməmiz üçün dua edirlər və hətta hansı surə idi? Demək ki, unutdum surənin adını. Hətta bizim üçün yox, bizim nəslimiz üçün də dua edirlər ki, onlardan sonra gələn nəsillər, onların övladları üçün də. Yəni, həqiqətən də insan bunun üzərində düşünəndə Allahın necə böyük bir lütfünün olduğunu görür. Çünki bizim qayğımıza qalan nə qədər insanlarla əhatə olduğunu görürük. Yəni, bizim valideynlərimiz, doğmalarımız, bizi sevənlər, hətta bunlarla da kifayətlənmir. Allah bizə bizim qayğımıza qalacaq mələklər də yaradıbdır ki, onlar bizim üçün dua edirlər. Yəni, görün, nə qədər möhtəşəm bir şeydir. Həqiqətən insan imanına çox təsir edən bir düşüncədir, düşünürəm. Sonra 7-də deyir ki, biz sənə ərəbcə Quran vəhiy etdik və deyir ki, insanların bir qismi cənnətdə, digər bir qismi isə odda olacaq. Yəni, Quran xəbərdar edir və göstərir ki, çox təəssüf olsun ki, bu dünyanı yaxşı formada tərk edənlər də olacaq və tərk etməyənlər də olacaq. Daha sonra 12-də deyir ki, o istədiyinin ruzisini bol edər, istədiyinkini də azaldar. O hər şeyi bilir. Bu ruzi mövzusu düşünürəm ki, hər birimizin belə diqqət yetirdiyi bir mövzudur, istədiyimiz bir mövzudur ki, bəzi insanlar da hətta bunun azlığına görə bir üsyan edə bilirlər və yaxud da bunun çox olduğu ailələrə baxıb həsəd hissi keçirə bilirlər. Hətta üsyan edib naşükürlük edirlər ki, filan kəsə bax, onun nəyi var, heç bizim, nə bilim, bir evimizdən artıq bir şeyimiz yoxdur ki, belə şeylər çox eşidib, çox görürük. Hətta içimizdən bəziləri də belədir. Yəni, biz Quran oxuyanda, amma bunun tərsini görürük. Yəni,
görürük ki, Quran bizə nəyi başa salmağa çalışır ki, bax, birinin əlində olan ruzinin çoxluğu və yaxud da birinin əlində olan ruzinin azlığı bu Allahın bir qədəridir. Zaten hər kəsənin də bir imtahanı var. Yəni ruzinin çoxluğu da imtahandır, azlığı da imtahandır. O az olduqda da, yəni səbr edib Allahdan gələn kimi qəbul etdikdə, təbii ki, insan imanı da və psixologiyası da necə deyirlər, rahat olur. Amma yox, həmin o ruzinin azlığına görə üsyan edəcəksə, təbii ki, bu həyatımızı bir narahat bir necə deyək, xəttdə yaşamağımıza səbəb olacaq ki, ayələr bizə bunu başa salmağa çalışır ki, səndə olan az ruziyə görə üsyan etmə. Yəni hər kəsənin bir qədəri var. Demək ki, sənin payın bu qədərdir. Daha sonra 12-də deyir ki, dinə doğru düzgün etiqad edin və onda bölünüb firqələrdən firqə olmayın. Dinə doğru düzgün etiqad edin məsələsi təbii ki, açılmalı, təfsir olunmalı bir sözdür. Amma məsələn biz baxanda görürük ki, Quranda olan bəzi hökmlər var ki, sadə hökmlər var ki, məsələn məzhəblərdə çox şişirdilir və yaxud da hətta bidət formasında həmin insanlar onu həyata keçirir. Yəni bunların özünə baxanda görürük ki, bir çoxumuz dinə Allahın istədiyi kimi və olan kimi əməl eləmirik. Və Quran da bunu bizə deyir ki, baxın, Allahın dininə məhz Allahın istədiyi kimi əməl eləyin. Onların o əməllərin də, istəklərinin də bir çoxu çox sadə formada Qurani Kərimdə var, dostlar. Heç dağa daşa dırmaşmağa ehtiyac yoxdur. Sonra 13-də deyir ki, ona üst tutanı özünə tərəf yönəldir. Yəni qısa, ona üst tutanı özünə tərəf yönəldir. Yəni səndən hərəkət, məndən bərəkət misalı. Yəni sən qəlbində, beynində, ruhunda Allahla, mənəviyyatla aranın yaxşı olmasına dair ən az bir niyyətlənməlisən. Ona bir içində az da olsa istək duymalısan ki, Allah da sənin o bərəkətinə, o istəyinə bərəkət versin. Belə. Daha sonra 18-ci ayədə, yəni Şura surəsinin 18-də belə deyilir. Möminlər ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Və onun həqiqət olduğunu bilirlər. Şübhəsiz ki, qiyamət saatı barəsində mübahisə edənlər də dərin bir azğınlıq içindədirlər. Nəyin həqiqət olduğunu bilirlər möminlər? Qiyamət saatı haqqında ki, qiyamətə inanmayanlar onun tez gəlib çatmasını istəyərlər deyir. Amma deyir, möminlər isə ondan qorxur və onun qiyamət olduğunu, onun haqq olduğunu bilirlər. Yəni, bəzən sosial media olsun, gündəlik həyatda bu xüsusda söhbətlər olanda, insanların bu xüsusda belə yarı zarafatda çox böyük bir sözlər dediyini görürük ki, halbuki görürsən ki, həmin o istəklər və sözlərin altında bilgisizlik dayanır. Qiyamətin hesabının ağırlığını bilməmək, sonra insanın əməllərinin hansı cəza və hansı mükafata səbəb olacağını bilməmək bizim ötəki dünya ilə bağlı istəklərimizi, fikirlərimizi yüngül görməmizə səbəb olur, dostlar. 20-də deyir ki, biz axirət savabını istəyənin savabını artırar, dünya qazancını istəyəni də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz. Bəzi insanlar var ki, yəqin ki, müşahidə eləmisiniz. Deyir ki, nə verəcəksə bu dünyada versin. Mənə lazım deyil o tərəfdə. Ehtiyac yoxdur. Elə bu dünyamda versin. Bizim sözlərimiz, dostlar, bəzən dua kimi qəbul olar. Ki, Quran deyir ki, insan özünə yaxşılıq etdiyi kimi pisi də, şəri də arzulayar. Baxın, insanın özünə şər arzulaması nədir? Belə əl alanda, bax, bunu görürük. İnsanın özünə şər arzulamasının yollarından da biri dünya nemətləri ilə kifayətlənməsidir. İnsan düşünür ki, mən burada yeyim, rahat yaşayım, zövq alım, bəsimdir. Bəs axirət? Bəs orada yəni, sonsuz bir həyat və sən orada səmərəsiz bir həyatla üzbəyüzsən. Bu, özünə şər diləmək deyil də nədir? O yüzden yəni və Allah deyir ki, lakin onların axirətdə heç bir payı olmaz.
O zaman duanı, istəməyi də öyrənəcəyik. İslamın istədiyi kimi istəməyi öyrənəcəyik. Ya Rabbi, bizə bu dünyada da afiyyət ver, bizə bu dünyada da sağlıq ver, bu dünyada da nemət ver, bu dünyada gözəlliklər ver və ötəki dünyada da. 23-də deyir ki, iman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi nemət budur. De, mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm. Ki, ayə bizə müsəlmanlara qohumlar arasındakı münasibətini düzəltməyi əmr edən bir ayədir. Və bunun belə bu ayəyə nəzər salanda görürük ki, həqiqətən də qohumlar arası münasibət insanın necə deyim, hüzuruna, hətta ruzisinə, xoşbəxtliyinə, övladlarının xatirəsinə, hamısına təsir eləyən bir münasibətdir. Bəzi ailələr var ki, baxarsan ki, qohumlarla münasibət də demək olar ki, sıfıra bərabərdir. Yalnız ata, ana, bacı, qardaş. Hətta onlarla da soyuq. Onların uşaqlarını da görürsən, xatirəsində elə də çox da gözəl xatirələr yoxdur keçmişində. Çünki niyə? Ata, ana uşağı məhrum edib qohum münasibətindən. Bayramları vəsilə bilib bir-birinə gedib gəlməyiblər, isti münasibət saxlamayıblar, bir-birinin hayanına çatmayıblar. Niyə? Çünki axirət inancları zəifdir. Çünki zəiflik, yəni o inancın, o düşüncənin zəifliyi bax həmin o münasibətin zəifliyinə gətirib çıxarır. Amma insan Allaha yəqinən, axirətə yəqinən inananda həqiqətən qohumluq münasibətinə də çox həssasiyyətlə yanaşır və qarşı tərəfin olan eybinə də Allah rızası üçün dözür. Zaten bir müsəlmanın da etməli olduğu əməllərdən biri də qohumlar və qonşular arasındakı münasibətə gözəl şəkildə riayət etməsidir. Eynən ibadət qədər. Daha sonra 26-da Əziz Allah deyir, İman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər və öz lütfünü onlara artırar. Kim? Allah. Yəni, baxın, iman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər. Yəni, təkcə iman gətirməklə deyil. Yəni, ümumən Quranın belə ayələrin gəlməsinə, ayələrin formatına baxanda görürsən ki, yaxşı əməl çox önəmli olan bir yerdir, dostlar. Yəni, ibadət qədər önəmli bir məsələdir. Necə ki, tövhid, Allaha şərik qoşmamaq, onun dininə sayğı duymaq, ibadət etmək önəmlidirsə, eynən o qədər də yaxşı əməl önəmlidir İslamda. Və yaxşı əməl sahiblərinin də duasını qəbul edəcəyini Allah vəkildir ki, deyir ki, Quran digər ayələrində deyir ki, bu Quranda heç bir yalan, şək, şübhə yoxdur. Və Allahın vədi də haqdır ki, 26-dakı bu ayə də bizə bir könül sevincidir, bizə bir ümiddir ki, sən yaxşı əməllərinə davam elə, narahat olma, zaten Allah onları qəbul edəcək. Amma bəzən qəbul olmayan dualarımız da var ki, var. Bəzən onların qəbul olmaması da elə bizim xeyrimizə olur, dostlar. Biz bilmirik sadəcə. 27-də isə deyir, əgər Allah öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar, lakin o istədiyi şey qədərincə göndərir. Həqiqətən o öz qullarından xəbərdardır. Yenə də ruzi mövzusuna toxunur. Görürsünüz dostlar, yəni ayə bizə bildirir ki, yəni insanı biz yaratmışıq, xilqətini də bilirik, xislətini də. Yəni xislətini bilirik də. Yəni onların hamısına bol ruzi versə hədd aşarlar. Baxın, öz qullarına bolluca ruzi versəydi, yer üzündə hədd aşardılar. Yəni buradan çıxaracağımız mənalardan da biri budur ki, bəzilərimizə ruzinin az verilməsi də elə bizim özümüzdə xeyirdir. Biz bilmirik. O istədiyi şeyi qədərincə göndərir. Demək, göndərdiyi də demək ən doğrusudur. Qədərimizdə olandır. Sonra 30-da deyir ki, başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzərindədir. Bu da çox maraqlı bir ayədir ki, buna oxşar bir çox ayə var ki, öz əllərinizlə qazandığınız günahların ucbatından
problemlər çəkirsiniz və yaxud da cəza görəcəksiniz. Yəni insanın öz əlləri ilə qazandığı günah nədir? Müxtəlif cür olur və bəzi günahların da cəzası elə bu dünyada verilir, bəzilərinin ötəki dünyaya saxlanılır. Yəni bu sistem elə bir sistemdir ki, başımıza gələn hər bir sıxıntıda, çox sıxıntıda alt səbəb bizik. İnsan unutqan olduğuna görə keçmişdə etdiklərinin çoxunu unudur. Baxdığı baxış, danışdığı söz tonu, sözünün tonu, nə bilim, haqqını riayət etmədiyi münasibətlər. Yəni bunların bir çoxu bizim yadımızdan çıxır. Amma Allahın kiramən katiblərinin yazdığı dəftər var, orada qalır onlar və onlara görə də bizim növbəti illərimiz şəkillənir. Yəni o depoladığımız əməllər və niyyətlər nədirsə, onlara görə həyatımız şəkillənir. Ona görə də Ramazan, tövbələr, sədəqələr, yəni o bizi sıfırlayan bir şeydir. Və bunu etməyən də insan, yəni həqiqətən də ya böyük bir bəlalarla üzləşir, ya ümumiyyətlə zəlalətlə üzləşir, ya da ki, cəhənnəmlə üzləşir. O yüzdən ildə bir dəfə olan bu fürsəti çox gözəl dəyərləndirmək lazımdır. Allahla səmimi danışıb, ya Rabbi, mənim əməl dəftərimi təmizlə, ya Rabbi, keçmişdə etdiyim, diqqətimdən qaçan, yadımda olan və yaxud da olmayan hər nə varsa sən təmizlə, ya Rabbi. Çünki onların nəticəsində mənə bəla gələ bilər. Bu inancda olub tövbə etsə, düşünürəm ki, bir çox bəlaların qarşısına keçmiş olaraq dostlar. Daha sonra 36-da deyir ki, sizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Ki bilirsiniz, Qurani Kərimdə dünya həyatının keçici olduğunu çox təkrar edilir. Yəni bu təkrarı çox olan mövzulardır. İnsana xatırladır ki, çox bağlanma. Bağlanma nə deməkdir? Onun həmin o nemətlər nədir? Evlər ola bilər, qadın ola bilər, pul ola bilər, nə bilim, torpaq sahələri ola bilər. Həmin onlara görə özünü yıpratma, münasibətlərini dağıtma, Allahı unutma. Bu zaten keçici bir şeydir. Buna görə ailə münasibətlərini məhv eləmə. İnsanlar bəzən 20 kvadrat evin üstündə qanlı bıçaq olurlar. Bacı qardaşla, qardaş bacıyla. Ya o 20 kvadratlıq ev heç nədir. Allah deyir, bu dünyanın sarayları keçicidir, böyük zövqləri keçicidir. Yəni insanlar düşünürəm ki, axirət inancı insanı nə qədər cılızdırsa, onun necə deyək ki, əməlləri də cılız olur. Axirət inancı və sevgisi nə qədər böyükdürsə, onun bağışlaması da böyük olur, əməlləri də böyük olur dostlar. Sonra 37-də deyir ki, o kəslər üçün ki, böyük günahlardan və çirkin əməllərdən çəkinir, qəzəbləndikləri zamansa xətanı bağışlayırlar. O kəslər üçün Rəbbinin dəvətini qəbul edir. O kəslər ki, Rəbbinin dəvətini qəbul edir, namaz qılır, işləri barədə öz aralarında məsləhətləşir. Ona verdiyimiz ruzidən Allah yolunda xərcləyir və deyir, haqsızlığa məruz qaldıqda bu başqa bir ayədir. Onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. Yəni baxın, o kəslər üçün ki, böyük günahlardan və çirkin əməllərdən çəkinir, qəzəbləndikləri zaman xətanı bağışlayır, Rəbbinin dəvətini qəbul edir, namaz qılır və Allah yolunda xərcləyirlər. Kimlərdir? Bunlar möminlərdir, müsəlmanlardır. Baxın, bizim qəzəbləndiyimiz zaman xətanı bağışlamamızı bizə göstərən bir ayələrdən biridir ki, buna oxşar fərqli ayələr də var ki, qəzəbləndiyin an onu tutub saxlamalısan. Bacardığın qədər tutub saxlamalısan. Qarşı tərəfin səhvlərini əfv etməlisən. Allaha xatir keçməlisən ki, bu da Quranın və İslamın, dinin bizdən istədiyi mənəvi tərbiyə üsulundan biridir dostlar. Daha sonra 45-də cəhənnəmdə olan
Əzab əhli haqqında danışılır ki, cəhənnəmin qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb göz ucu biri-birinə baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: şübhəsiz ki, ziyana uğrayanlar qiyamət günü özlərini və ailələrini itirənlərdir. Həqiqətən zalimlər daim əzab içində olarlar. Yəni insanın peşmanlığından qaynaqlanan sözlərini və yaxud da hərəkətlərini, şəkillərini göstərən ayələrdən biridir ki, insan orada başını, gözünü yerə dikəcək, yəni peşiman baxacaq, artıq o cəhənnəmin xışıldayan odunu eşidəcək, artıq o onunla ciddi formada hesab çəkiləcəyini orada çox gözəl biləcəyinə görə bütün duyğuları darmadağın, bütün böyük necə peşimançılıq, ən böyük peşimançılıq insanın ötəki dünyada edəcəyi bir peşimançılıqdır ki, həm deyir möminlər peşman olacaq, həm də mömin olmayanlar. Möminlər deyir ona görə peşman olacaqlar ki, onlar kaş biz biraz da ibadət edərdik, kaş biz biraz da daha gözəl Allahın dininə əməl edərdik, peşmançılığını yaşayacaqlar. İslamda olmayanlar isə, İslam'a hörmət etməyənlər isə bunun peşmançılığını yaşayacaqlar. Daha sonra 48-də deyir: biz insana öz mərhəmətimizdən daddırdıqda o sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən. O istədiyini yaradır. Sonra deyir ki, yenə də görürük ki, ayə bizə bir xəbərdarlıq edir ki, başınıza gələn bir çox problemin alt səbəbi sizin özünüzsünüz elə. Yenə də deyirəm, Quran nə deyir? İnsan unutqandır. Və buradan çıxaracağımız nəticələrdən də biri bilirsiniz, dostlar. O başımıza gələn hər hansı bir hadisə var ki, nəsə bir bəla gəlibdir. Maddi itki ola bilər, xəstəlik ola bilər, ailə münasibətlərində problem ola bilər, sosial münasibətlərdə problem olar. Orada artıq insan öz-özünə çək-çevir eləməlidir ki, görəsən mən nə etmişəm ki, bu başıma gəlib. Çünki Quranın deyir axı, sizin başınıza gələn bəlaların bir çoxu öz əlinizlə etdiyinizdir özünüzə. Və insan o bilincdə olsa ki, görəsən mən nə etmişəm ki, bu başıma gəlib, düşünürəm ki, o insanın inkişafına səbəb olan bir düşüncə sistemidir. Nəinki başqalarını da günah axtarmaq. Həm insanın inkişafına səbəb olur, həm dünya, həm axirət inkişafına səbəb olan bir düşüncə sistemidir. Məhz bu şəkildə görmək, bu şəkildə hiss eləmək. Daha sonra Zuhruf surəsi gəlir, dostlar. Demək, dostlar, Zuhruf surəsini qeyd elədik ki, Zuhruf surəsi Quranın 26-cı, 25-ci cüzündə olan surədir və demək, bir dəqiqə, içərdiyi mövzuları danışaq. Surə dünyanın bərbəzəyini aldanmamağı və axirətə hazırlaşmağı bizə tövsiyə edən surələrdəndir. Yəni ayələrin motivi daha çox belədir. Yəni dünya zinətlərinin müvəqqəti olması, əsas iman və salih əməllərin önəmli olması, insanların maddi dəyərlərə deyil, məhz əxlaq və imana üstünlüyün verməsi, peyğəmbərlərin hekayələri, onlardan bizim götürməli olduğumuz nəsihətlər, axirət həyatının gerçək olması, dünya həyatının keçici olması kimi mövzulara toxunan bir surəmizdir, Zuhruf surəsi. Məna etibarilə demək gəlir, bərbəzək, qızıl və zinət mənası verən bir sözdür. Zuhruf. Bismillahirrahmanirrahim. Demək, əziz Allah Zuhruf surəsində 15-ci ayəsində buyurur: həqiqətən insan açıq, aydın nankordur, dostlar. Yəni
Bundan öncəki surələrdə də biz buna oxşar ayələr görmüşük ki, insanın xarakterinin pis və yaxşı tərəflərini bizə göstərən ayələr var. Deyir ki, bu sizi sizə tanıdan bir kitabdır. Yəni burada da eynən yenə bizim o mənfi tərəfimizi bizə göstərən bir ayələrdəndir ki, deyir insan açıq-aşkar nankordur. Bu bizə bu bizə hansı bilgini ötürür? Yəni biz bu surədən, bu ayədən nə öyrənə bilərik? Belə düşünsək, mənim məsələn öyrənəcəyim bir hikmət varsa, o da ki, əgər mən birinə təmənnasız nəsə yardım edirəmsə, yaxşılığım keçirsə, bu mənim ailə fərdlərim ola bilər, dostlarım ola bilər, qohumlarım ola bilər. Onlardan görəcəyim nankorluq qarşısında çox sınmamağımdır. Hətta gördüyüm zaman, yəni sakit qarşılamağım və deməyimdir ki, zaten Allah bunu Qurani-Kərimdə mənə xəbərdar edibdir ki, nankordur insanların çoxu. Və nankorluğu da biz bir çox yerdə görürük dostlar. Yəni bir çox insanın övladının nankor çıxması, bir çox ailələrdə həyat yoldaşlarının bir-birinin əməyini qiymətləndirməməsi, bir çox iş yerlərində insanların alt təbəqədə, alt vəzifədə işləyən insanların əməyini görməməsi bizə göstərir ki, həqiqətən də insanın təbiətində belə bir şey var. Zaten də imtahan da onun orasındadır ki, o nankorluğunu nə qədər sən görüb, nə qədər təmir edib, nə qədər onunla məşğul olub düzəldəcəksən. Yoxsa o nankorluğun elə kör olubmu bu dünyadan kör kimi gedəcəksən ki, Quran deyir ki, bir çox insan məhşərə qalxarkən, ya Rabbi bizi niyə kör həşr eləyirsən, dünyadaykən biz görürdük deyəcəklər. Cavab nə alacaqlar? Siz dünyada bizim ailələrimizi kör uydunuz. Bu gün də biz sizi kör elədik. Yəni bura qədər gedib çıxacaq bir hissdir. O yüzden yəni insanın diqqət yetirməli olduğu məsələlərdən də biri ona edilən yaxşılığı, əməyi kiçik və böyük fərq etmir, təşəkkürünü etməyə bacarmasıdır. Ki mən düşünürəm ki, bugünün insanları təşəkkür etməkdən əziyyət çəkirlər. Və istər mənim özüm, istər ətrafdakı bir çox burdan muzdarib olan insanlarda bunu görmüşəm ki, nəyisə edirsən könüllü, nəyisə verirsən, nəsə yaxşılığın keçir, qarşıdakı bunu yəni bəzən heç təşəkkürünü belə eləmir və yaxud da bəzən elə davranır ki, sanki sənin bu borcunmuş kimi. Hər birimizin əslində ətrafımızdakı insanlara bir borcumuz var. İnsanlıq borcumuz, vəfa borcumuz, ailə fərdlərinə borcumuz. Amma eyni zamanda hər birimizin də borcudur ki, bizə xidməti keçən insanlara təşəkkür edək, onların əməyini qiymətləndirək, nankor davranmayaq ki, bu da insanın imtahanıdır. Quran deyir ki, bir çoxu nankor olacaq. Yəni ay kişi, ay qadın öz öncədən öz tədbirini al, duyğularını tərbiyə elə və gözlə insanlardan nankorluğu. Bu sənin görəcəyin bir şey olacaq. O Quranın səyahətinə, həyat boyu çıxacağımız səyahətdə nə demişdik? Ayələr sanki yol kənarında olan bir işarələr kimi bizə nəyisə öncədən xəbər verir ki, aha, nə bilim 20 metrdən sonra yaşayış yeri var, bu yolda bu sürətlə getməlisən, qarşıda radar var və s. və ilaxır. Yəni Quran da sanki onun səyahətinə çıxanda bizə o yolda deyir ki, bax insan nankordur, bax insan tələskəndir, bax bunu etsən cəhənnəmli olarsan, bunu etsən cənnətli olarsan. Burada Musanın qissəsi var, burada İbrahimin qissəsi var. Könül qulağı ilə, can qulağı ilə bir dinlə onları. Yəni o yolda sanki o ayələr bizə bir yol nişanı kimi bizə xəbərdarlıq verir. Bu da onlardan biridir dostlar ki, Allah bizə bu ömür yolunda insanların çoxundan nankorluq görə biləcəyimizi xəbərdarlıq edib dostlar ki, Peyğəmbərin həyatında da, Əhl-i Beytin həyatında da, bir çox Allah dostunun həyatında da bunu aşikar görürük dostlar. Daha sonra 17-də deyir ki,
Allaha aid deyir ki, onlardan birinə mərhəmətli Allaha aid etdikləri qız uşağı ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar. Ümumiyyətlə qız uşaqlarının doğulması və insanların qız uşaqlarını sevməməsi, hətta qız uşaqlarına diri-diri bastırması haqqında Qurani-Kərimin müxtəlif ayələri var və tez-tez təkrar olan ayələrdəndir ki, bizi ədəbləndirən bir necə deyək, xəbərdarlıqdır. Ki, sənə verilən qız və oğlan bu Allahın bir payıdır. Və sən qızlara üzünü turşudub oğlana sevinirsənsə, bu ədəbsizlikdir. Bu hissin, bu davranışın heç bir belə xoş bir adı, xoş bir tutulan bir tərəfi yoxdur. Yəni möminsinizsə, müsəlmansınızsa, Allahın verdiyi 3 qıza da, 4 qıza da və yaxud oğlana da, olmayana da nə etməli? Şükr etməli və Allahdan gəldiyini gözəl şəkildə anlamalısınız. Daha sonra dostlar, 32-də Əziz Allah deyir ki, bu dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digəri öz yanına işçi götürsün deyə bəzilərini dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbin mərhəmətli, onların yığdıqlarından daha xeyirlidir. Sənin Rəbbinin mərhəməti onların yığdığından daha xeyirlidir. Buna oxşar öncə bir ayə keçdi. Yəni bəzilərimizin necə deyirlər, idarə sistemində olması, bəzilərimizin fəhlə olması, bəzilərimizin daha üstdə olması bu Allahın ədalət sistemində olan bir şeydir. Zaten insanların çoxu varlı ola bilməz, yəni o idarə edə bilməz. Yəni birimiz zəif, birimiz güclü, birimiz emosional, birimiz radikalıq. Yəni insanlar fərqli-fərqlidir və Allah-u Teala da o fərqliliklərə görə o insanlara iş dizayn edir. Məsələn, hərbidə işləyə biləcək bir insanın yumuşaq təbiətli olması istənilməyən bir şeydir. Zaten orada baş çıxara bilməz o insan. Amma uşaq məsəl üçün bağçasında mərhəmət gərəkdirən, yumşaqlıq gərəkdirən bir iş yerində, bir yerdə çox sərt təbiətli insanın işləməsi də ona fayda gətirməz və onun əlinin altında olan insanlara da rahatlıq verməz. Niyə? Çünki o hərbi üçün gərəklidir. Yəni burdan o çıxır ki, həqiqətən də Allahın bizləri hansı pozisiyada yaradıbsa, bizi nəsib edibsə bu dünya həyatında, iş həyatında, demək ki, biz ora elə layiqik. Yəni ora üçün müsaitik. Biz zaten inkişaf eləyəndə özümüzü, yəni istər dünyəvi biliklərlə, istər fiziki, zaten o belə yolumuz da dəyişəcək. Amma belə yalın olaraq baxanda kitab bizə deyir ki, yəni bu dünyanın savadsız da olacaq, savadsız da olacaq, idarəçisi də olacaq, fəhləsi də olacaq. Yəni bunu ədalətsizlik kimi düşünməyin, algılamayın deyir bizə Quran. Daha sonra 36-da deyir ki, kim mərhəmətli Allahın zikrindən üz döndərərsə, biz şeytanı ona calayar və o da ona yoldaş olar. Sonra deyir ki, əlbəttə ki, şeytanlar onları haqq yoldan saptırar, onlar isə özlərini haqq yolda olduqlarını güman edərlər. Nəhayət deyir, o hüzurumuza gəldikdə yoldaşına deyər, kaş ki, deyir, mənimlə sənin aranda deyir, məğriblə məşriq qədər məsafə oladı və sən nə pis yoldaş imişsən. Bu çox önəmli bir məsələdir, dostlar. Allah-u Teala öz kitabında bizi xəbərdar edir ki, bax, yoldaşını doğru seç. İstər dostlarını, istər həyat yoldaşını. O elə bir məsələyə xidmət edəcək ki, sənin axirətini həll edəcək. Onun iman zəifliyi, onun ədəbsizliyi, onun bu həyatı məhv etməsi səni də məhv edəcək. Yəni bizə ayıq-sayıq bir mömin müsəlman olmağı tövsiyə edən bir ayədir.
ki o peşmançılıq böyük bir peşmançılıqdır və biz o axirətdə görəcəyik ki, bizim o əzabla, bizim o çətinliklə üzləşmə səbəbimiz bizim dostumuz imiş, yoldaşımız imiş, həyat yoldaşımız imiş. O yüzden, yəni bilgi və agahlıq bizim olmazsa olmazımız olmalıdır. Ətrafımıza yığdığımız insanları, danışdığımız, ünsiyyət qurduğumuz insanların mədəni və mənəvi keyfiyyətlərinə çox fikir verməliyik. O insan Allahın yasaqlarına, əmrinə hörmət edirmi? O insan Allahın və yaxud da dinin düşmənidirmi? O insan yasaqları çox ədəbsiz şəkildə çiynəyib keçirmi? Bunlar bizə artıq bir yasaq və yaxud bir xəbərdarlıq olmalıdır. Onunla münasibətimizin nə şəkildə olmasına asılı olmayaraq. Çünki işin ucunda bizim sonda məhv olmamız duracaq. Və ağıl da bizə deyir ki, hər bir insan özünü qorunmalıdır, özünü təhlükə atmalı deyil. Və təhlükə zaten insanın təkcə öz əli ilə nə isə baş verməsi deyil, qərarı ilə də baş verməsidir. Dost seçimində, hər hansısa bir halal olmayan bir seçimdə təhlükəyə atır insan özünü. Pis dostlar da o təhlükələrdən biridir dostlar. Daha sonra deyir ki, odur ki, 43-də deyir. Zuhruf 43-də odur ki, sən özünə vəhy olunan ayəyə sarıl. Doğrusu deyir ki, bu Quran sənin üçün və sənin xalqın üçün bir şərəfdir deyir. Siz sorğu-suala tutulacaqsınız. Yəni Quran bizə deyir ki, sənin vəzifən, ən şərəfli vəzifən ayələrə sarılmaqdır. Ayələrdəki hikməti görməkdir. O hikməti həyata tətbiq etməkdir. Sarıl nə deməkdir? Qucaqlamaq. İki əlli qucaqlayırsan. Allahım, mən Ramazanımı oruçlu olacağam. Mən namazlarımı vaxtında qılacağam. Mən qohum münasibətlərinə riayət edəcəm. Mən faizdən uzaq duracağam. Mən zinadan uzaq duracağam. Bu ayələrə sarılmaqdır. Və onların tətbiqi ayəyə sarılmaq deməkdir. Və sarıldıqda nə olur? Bizim ən şərəfli vəzifəmiz olur və ən şərəfli işimiz də məhz budur. Allah onlara şərəflə əməl etməyi nəsib eləsin. Daha sonra 67-də deyir ki, o gün müttəqilərdən başqa bütün dostlar bir-birinə düşmən kəsiləcəkdir. Yəni həqiqətən də bir kədərli bir mövzudur. Yəni bizim dostlarımız müttəqi deyilsə və biz də müttəqi deyiliksə, biz həqiqətən də orada bir-birimizi didəcəyik, bir-birimizi ittiham edəcəyik. Sənə görə mən buradayam, sən məni Allahın yolundan azdırdın, sən olmasaydın belə olacaqdır. Orada bir-birimizə deyəcəyik və bu mübahisə çox gedəcək ki, Quranın müxtəlif ayələrində biz bunu görürük. Yalnız yaxşı möminlər bir-birinə bu şəkildə danışmayacaqlar. Daha sonra dostlar 77-də isə Zuhruf 77-də deyir, onlar cəhənnəm gözətçisini çağırıb deyəcəklər. Ey Malik, qoy Rəbbin canımızı alıb qurtarsın. O isə deyəcək ki, siz burada əbədi qalacaqsınız. Bəs sizə deyir biz sizə deyir haqqı təqdim etdik, lakin sizin çoxunuzun deyir haqqı xoşlamırdınız. Yəni bizə ayə açıq deyir ki, bu dünyada bir çox insan haqqı xoşlamayacaq. Niyə? Çünki nəfsinə ağır gələcək əməllər etmək olacaq. İçkini tərk etmək olacaq, zinanı tərk etmək olacaq, faizdən uzaq durmaq olacaq, naməhrəmlə münasibətinə fikir verəcək, onu sevməyən qohumlarını Allah rizasına görə sevib hörmət etmək olacaq, çətin olan ailə fərdlərini Allah rizasına görə yola getmək olacaq ki, bunlar artıq çətin mövzulardır. Yəni çətin deyil də nəfsimizə ağır gələn bir mövzulardır ki, Quran deyir ki, lakin çoxunuz haqqı xoşlamırdı. Məsələn, ayələrdə deyilir ki, cəhənnəm mələkləri o insanlara soruşanda ki, sizi bura nə atdı? Onların cavabı nə olur? Biz namaz qılanlardan deyildik, yetimi yedirtmirdik, dinə mane olurduq.
Yəni bu da o ayələrdən biridir ki, bizə xəbərdar edir ki, bax sizə bu sual veriləcək, siz də bizə bunu deyəcəksiniz. Dəhşətə bax. İnsan orada ölümü arzulayacaq. Bu dünyada ölümü arzulamır heç kim, amma o dünyada hamı ölümü arzulayacaq. Niyə? Çünki o əzabın qurtarmaq istəyəcək, yox olmaq istəyəcək. Amma nəticədə onlar nə işləyəcək? Bugün ölüm yoxdur. Ölüm özü ölübdür. Daha sonra 83-də deyir ki, onları burax, qoy vəd olunduqları günə qovuşanadək batil işlərə dalsınlar və bir müddət əylənsinlər. Niyə? Demək deyir ki, göylərin və yerin Rəbbi, ərşin Rəbbi müqəddəsdir və onların ona aid etdikləri sifətlərdən uzaqdır. Deyir, yoxsa onlar elə hesab edirlər ki, biz onların sirlərini və gizli danışdıqlarını eşitmirik. Xeyr, yanlarında əməllərini yazan elçilərimiz var, deyir. Müşriklərdən danışır burada. Yoxsa deyir, müşriklər nə deyir? İşə qəti qərarını verdilər. Əslində qəti qərarı biz veririk. Onlar deyir, biz onların sirlərini və gizli danışdıqlarını bilirik. Yəni, insan bilməsi gərəkən olan işlərdən də biri bilirsiniz, dostlar. Bizim niyyətimizi belə Allahın bilməsidir. Əslində, bu inancda olanda insan əməlicə özünü səliqə səhmana sala bilir. Yəni, beynimdən keçənlər, niyyətlərim, pisliklərim, hər birisini Allah bilir. Düzdür, onu həyata keçirməyənə qədər o bizim əməl dəftərimizə düşməz. Amma o fikirlərin çoxluğu da zaman gələr bizi onu həyata keçirməmizə səbəb ola bilər. Yəni, ağıllı bir müsəlmanın etməsi gərəkənlərdən biri də bilirsiniz nədir? İçindəki narahat niyyətləri fərqinə varanda Allahdan kömək istəmək. Allahım, məni bu niyyətlərdən uzaqlaşdır, niyyətimi saflaşdır, içimi təmizlə. Yoxsa əksinə heç belə narahat olmamaq, sanki belə də olmalıymış kimi daha da davam elətdirmək, təbii ki, sonda o pis niyyətləri həyata tökməmizə səbəb olacaq. Demək, vəzifəmiz nədir? Eyni zamanda içimizə baxmaq. Demək, Zuhruf surəsi də bu qədərdir. İndi Duxan surəsinə keçəcəyik, dostlar. Demək, Duxan surəsində ələ alınan mövzuları belə danışsaq, daha çox insanların keçmiş qövmlərin aqibətindən ibrət alması, dünya həyatının keçici olması və buna çox da fikir verməməsi, axirət günün haqq olması, möminlərin mükafat, kafirlərin isə cəza görəcəyi kimi iman məsələləri, Allahın ayələrinə tabe olmağı kimi mövzuları içində barındıran bir surədir, dostlar. 44-cü bir surədəyik. Duxan tüstü deməkdir, tüstü. Demək, Duxan neçədən başlayaq? 41. Duxan 41-də deyir ki, o gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək. Onlara kömək də edilməyəcəkdir. Allahın rəhm etdiyi kimsələrdən başqa həqiqətən o qüdrətlidir, rəhimlidir. Yenə də görürsünüz, mövzu dost üzərinə vurğulanır. Heç Qurani Kərimdə ümumiyyətlə insanın bu peşmançılığını ailəsi ilə çox, nə bilim, həyat yoldaşı ilə, uşaqları ilə çox misal çəkilmir, nəinki dostlarla. Ümumiyyətlə, insanların dostlarına görə peşmançılığını ələ alan çox ayə var, dostlar. Yəni, bu diqqətə alınmalı bir məsələlərdən biridir. O gün dost dosta heç bir şeylə fayda verməyəcək. Heç bir şeyə. Eyni zamanda ayəni ələ alanda biz görürük ki, dostun elə bir xüsusiyyətlərindən də biri bir-birinə fayda verməsidir. Zaten insanlar bir-birinə niyə dost olurlar?
faydaları bir-birinə fayda götürürlər. Emosional, maddi, mənəvi nəsə paylaşırsan, onunla istirahət edirsən. Yəni bir fayda olur ki, insanlar bir-birinə dost olurlar. Yoxsa orada bir fayda yoxdursa insanlar dost olmurlar. Yəni amma demək axirət həyatında görürük ki, bizim dostluq münasibətlərimiz çox da bizim faydamıza gəlməyəcək və yaxud da ki, orada bəzi dostlarımız əksinə bizə fayda verməyəcək, əksinə zərbə verəcəkdir. Demək sonra Duxan 3-də isə elə qayıdın başa deyir ki, and olsun bu aydın kitaba, biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən bu xəbərdar edirik. Həqiqətən biz xəbərdar edirik. Hər bir hikmətli iş o gecədə ayırd edilir. Dərgahımızdan vəhy edilən əmr ilə həqiqətən kitabları və elçiləri biz göndəririk. Yəni bu demək Qədr gecələri haqqında olan ayələrdəndir və Allahın bəzi gecələrdə sir saxladığını, o gecələrin qiymətli olduğunu bizə göstərən ayələrdən biridir dostlar. Sonra 9-da deyir ki, lakin onlar demək 8-də daha doğrusu deyir ki, ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir. Lakin onlar şəkkə qapıb əylənirlər. Yəni həqiqətən də bir çox insanın Allah barəsində, din barəsində şəkkə qapıldığını görürük. Görürsən ki, 60 yaşındadır, amma yenə şəkk edir. İbadət edimmi, etməyimmi, oruç tutummu, tutmayımmı? Yəni Allahın dinini yaşayımmı, yaşamayımmı bir şəkk içərisində illərini keçirən insanların çoxluğunu görürük. Və buradakı bir söz diqqətimi çəkir ki, lakin onlar şəkkə qapılıb əylənirlər. Yəni əyləncə düşünürəm ki, bir çoxumuzun şəkk içində qalmağımıza, daha uzun müddətli olmağımıza səbəb olan bir şeylərdən biridir. Yəni əyləncə özü gözəldir, amma ömrün uzun illərini və yaxud da ayın bütün günlərini, günün bütün saatlarını əyləncədə keçirmək insanı azdırar. İnsanı düşünməkdən alıkoyar. Əyləncənin də, ibadətin də, düşünməyin də hər birinin öz yeri olmalıdır insan həyatında. Ömrü günü əyləncədə keçən insanların bir belə deyim, təhlükə ilə üz-üzə qalması odur ki, onlar çox da bu mövzulara diqqət etməyəcəklər. Axirət mi var, haqq mı var, halal mı var, haram mı var? Yəni bir çoxu da zaten belədir. 5 günlük dünyadır. Ye, iç, keyf elə. Nə görəcəksə orada görəcək. Ki bu nəyə görədir? İnsanın əylənmə hissinə görədir də. İnsan əylənmək istəyir. Əylənmədikdə məsuliyyət götürməli olursan da. Məsələn, namazların vaxtında qılınması belə ciddi bir məsuliyyət istəyən bir şeydir. Və bir çox namaz qılan insanlar da namazların vaxtını ciddi formada əməl eləmirlər. Hətta bunu bir çoxumuz da günah olduğunu bilmirik. Belə dostlar, demək Duxan surəsində də 2-3 ayəni qeyd elədim ki, onlar önəmli bir ayələrdir. Qalan isə Peyğəmbərlərin qissəsinə toxunmuş bir mövzulardır. Duxan 44-lə və 59 arasında isə əslində cəhənnəm əzabından danışır. Deyir ki, həqiqətən cəhənnəmdəki zəqqum ağacı günahkar adamın yeməyi olacaq. Əridilmiş yağın çöküntüsü kimi qarınlarında qaynayır. Qaynar su qaynayan kimi onu tutub cəhənnəmin ortasına sürüyün. Sonra əzab vermək üçün başına qaynar su tökün. Dad bu əzabı, sən ki qüdrətli və şərəfli idin, siz şübhə etdiyiniz əzab budur. Sizin şübhə etdiyiniz əzab budur. Necə ki, cənnət nemətlərinin, dünya nemətlərinin vəsfi Quranda keçib, eyni zamanda da cəhənnəmdə görəcəyimiz əzabın növündə vəsfi Quranda keçir, dostlar. Bu, həmin ayə və surədir ki, Allah cəhənnəm qidasından zəqqum adında ağacın olacağını deyir.
əridilmiş dəmir kimi, yəni nədir burada? Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayır. Aman Allah. Sonra nə deyir? Sonra əzab vermək üçün başına qaynar su tökün deyilir. Yəni insan dünya həyatında müqayisə eləsə, dünya həyatında onu heç cür ağlı qaldıra bilmir. Heç cür ağrı qaldıra bilmir. Məsələn, az-çox hamının əli yanıbdır. Az-çox. Və o yanğının necə ciddi bir şey olduğunu biz bilirik. Elə bir insan ürəyinin başına nəsə sancılır. O tam sağalana qədər elə nə gecəmiz olur, nə gündüzümüz. Hələ o yanıq daha ağırdısa ki, bəzi insanlar yanıqdan da görürsüz, rəhmətə gedir. Bədən dözə bilmirdi. Amma axirət elə deyildi. Axirətdə ölüm ölübdür deyə, ölüm verilməyəcək deyə və insan məcbur sistemin gətirdiyi özəlliyə dözəcək. Yəni orada da artıq sən dözə bilmək kapasiten olacaq. Yox olub təzədən var olacaqsan, yox olub təzədən var olacaqsan, yox olub təzədən var olacaqsan. Yəni sonsuzluq da zaten budur. Deyir ki, onların dəriləri deyir, yanıb tökülər, soğan kimi soyular, təzədən yerinə yeni dərilər gətiriləcək. Yəni həqiqətən də ağıl və mənəviyyat bizə deyir ki, qaçın bu cəhənnəmdən, qaçın, sarılın Qurana 5 əlinə, sarılın. Aman Allah. Sonra gəlir Casiyə surəsi, dostlar, Casiyə surəsi. Demək, Casiyə, dostlar, 45-ci surədir. Məkkə dövründə nazil olubdur. Sözün mənası diz çökən mənasındadır ki, qiyamət günü hər bir ümmətin Allahın qarşısında, hesab qarşısında diz çökərək hesab verəcəyini bizə xəbərdar edir. Surənin əsas motivi iman etmək, axirətə hazırlaşmaq, Allahın ayələrinə biganə qalmamağı bizə tövsiyə edir. Surənin əsas məğzi budur. Demək, Casiyə 8-də Əziz Allah deyir, Bismillahirrahmanirrahim. O, Allahın ona oxunan ayələrini eşidir və sonra sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inatkarlıq edir. Beləsini ağırlı, acılı bir əzabla müjdələ. O ayələrimizdən bir şey öyrəndiyi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır. Ki, inatkar və Allahın ayələrini lağa qoyan insanlar haqqında danışır ayə. Bax, deyir, eşidir, amma sonra neyir? Eşitməmiş kimi təkəbbürlük göstərir. Təkəbbür mövzusu bilirsiniz, Quranda çox belə təkrar olunan, pisliklərin anası kimi təqdim olunan, Allahın yolundan sapmağa ən belə ciddi səbəb olan bir duyğu kimi göstərilir. Burada da görürsünüz, yəni deyir ki, yəni insana ayə oxunar, yəni bugünün insanına da hər hansı bir ayə deyirsən, nə edir? Üzün turşudur və yaxud da elə bir söz seçir ki, özünü səndən bir üst səviyyəyə qoyur və eşitməmiş kimi özünü aparır. Yəni bunu çox müşahidə edirik ki, Quran da bunu bizə xəbər verir, deyir. Deyir ki, məhz belələri üçün alçaldıcı bir əzab vardır. Əgər belə birisi bizim ailə fərdimizdirsə, biz ona Allahın alçaldıcı əzabı varı ilə biz ona tərbiyə edə bilərik. Bax, sənin bu təkəbbürlü yanaşman səni sonra çox böyük bir əzabla üz qoyar deyə onu o yoldan qaytara bilərik və eyni zamanda imanı sevdirə bilərik, daddıra bilərik. Daha sonra 13-də deyir ki, göylərdə və yerdə olanların hamısı o sizin xidmətinizə vermişdir. Yəni, görün nə gözəl bir ayədir, dostlar. Yəni, göydə və yerdə nə var? Göydə uçan quşlar da var, yerdə heyvanlar da var. Hətta digər ayələrdə gözə görünməyən göydəki mələklərin bizə dua etməsi var. Yəni, bizim xidmətimizdədir. Yer, günəş, ay, yerin içindəkilər, dənizin altındakılar, hər bir şey, buludlar, şimşək, yəni hər bir şey əslində bizə xidmət edir. Bunun bilinci insana şükr etməyi, insana sevinməyi, insana daha da məsuliyyətli olmağı belə aşılayan bir şeydir.
imanını təzələməyi, Allahın onu sevdiyini, əlindəki nemətləri görməyi nəsib edən bir düşüncə sistemidir. Göylərdə və yerdə nə varsa sənə xidmət edir. Təsəvvürünüzə gətirin, sadə bir insan o inancla gününü keçir ki, bugün mənə yer, göy xidmət elədi. Sizcə onun namazı, onun duyğusu necə ola bilər dostlar? Həqiqətən insan düşünəndə və gözü dolur. Daha sonra yoxsa günah qazananlar onları həyatda olduğu kimi ölümlərindən də sonra iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər. 21-də deyir. Çox maraqlı ayədir. Yoxsa günah qazananlar onları həyatda olduğu kimi ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər. Nə pis mühakimə yürüdürlər. Allah göyləri və yeri ədalətlə yaratmışdır. Hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlar heç bir haqsızlıq edilməyəcəkdir. Həqiqətən də bu dünyada görürük ki, kafir də qazanır, mömin də qazanır. Allahı təhqir edən də bu gözəl nemətlərdən dadır, havasını udur, dünya nemətinin ləzzətləri ilə yaşayır, mömin də. Və hər ikisi də bu dünyada eyni formada əldə tutulur. Amma öldükdə və dünyamız dəyişdikdə artıq sistem başqa formada xidmət edəcək. Buradakı sistem hamıya eyni formada xidmət edir. Sənin niyyətindən, əməlindən, davranışından asılı olmayaraq. Düzdür, bəzilərimiz, çoxumuz, yəni etdiyimizin cəzasını çəkirik o ömrə səpələnmiş müəyyən hadisələrdə. Amma bizə nəsib olan o nemətlər var, ömür neməti, rahatlıq neməti. Bax, o hər ikisi eşit, hamısı eşit formada. Yəni həm inananlara, həm inanmayanlara veriləcəkdir. Amma o rahatlıq ötəki dünyada yalnız Allaha ədəblə bağlı olan, Allahın dininə ədəblə hörmət edən, sayğı duyan insanlara veriləcək. O rahatlıq artıq onlara veriləcək, bu bizlərə yox. Daha sonra dostlar 23-də deyir ki, nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Yəni, görürük ki, dostlar, Quran deyir ki, bəzi adamlar var ki, o nəfsinin istəyini ilahiləşdirir. İlahiləşdirmək nədir? Tapmaq. Görürsən ki, ya geyimindən əl çəkə bilmir, ya hər hansı bir istəyindən, zövqündən. Yəni, Allahın yasağına boyun əyə bilmir ona olan sevgisindən. Hər nə, yəni bizim nəfsimizin bir çox istəkləri vardır. Əgər biz o istəklərimizi Allahın istəyindən üst səviyyədə istəyiriksə və Allaha qulaq verməyib ona qulaq veririksə, demək ki, biz nə edirik? Biz həmin o istəyimizi ilahiləşdiririk. Həmin bu səbəb də, əməl də bilirsiniz nəyə səbəb olur? Ayənin ardı deyir ki, Allah əzəli elmi sayəsində onun azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Yəni, çox böyük bir bəladır əslində. İnsanın qəlbinin, ağlının, ruhunun İslama, gözəlliklərə, ədəbə, ərkana, haqqa, ədalətə bağlı olması və öz nəfsinə xidmət etməsi çox böyük bir bəladır. Yəni, bəla olaraq o istəklər insana bəsdir də. Yəni, niyə? Nəticədə çünki sənin gözün, qulağın, qəlbin möhürlənəcəkdir. Ay insan, xəbərin yoxdur. Daha sonra 28-də deyir ki, sən həmin gün bütün millətləri diz çökmüş görəcəksən. Hər millət öz əməl kitabına tərəf çağırılacaq. Bugün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir. Baxın, diz üstə deyir ki, həmin gün bütün millətləri diz üstə çökmüş görəcəksən. Yəni, insan bir daha belə başa düşür ki, doğrudan da axirətin hesabı çox dəhşətli olacaq. Millətlər gəlib keçmiş, bütün millətlər diz üstə çökmüş olacaq. İlahi.
Bu deyir 29-da maraqlı bir ayə var. Deyir, bu bizim sizin əleyhinizə həqiqəti söyləyən kitabımızdır. Şübhəsiz ki, biz sizin etdiyiniz əməlləri yazdırmışıq. Ay Allah, bayaqları insanın nankör olduğuna aid ayə oxuyanda nə dedik ki, Quranın bir çox yerində deyir ki, biz sizə göstəririk. Bu da onlardan biridir. Deyir ki, bizim sizin əleyhinizə həqiqəti söyləyən kitabımızdır. Bu kitab. Əleyhinizə, yəni istəklərimizin nəticəsi, diqqətsizliyimiz və bunlardan doğan əməllərimiz və qarşılaşacağımız bizim təbii ki, əleyhimizə olacaq, lehimizə olmayacaq ki. Və o əleyhimizə olan hər nə varsa, Quran bunu açıq və aydın göstərib dostlar və göstərir. Və hər Ramazan buna diqqət yetirməmizi, hər Ramazan onlardan nə isə həyatımızda tətbiq etməyi istəyir və öz axirətimizi və dünyamızı abad etməyi istəyir bizdən Allah. Hər Ramazanda bu böyük şansdır, bir şansdır. Sonra 31-də deyir ki, məgər ayələrim sizə oxunmurdumu? Siz isə təkəbbür göstərirdiniz və günahkar adamlar idiniz. Yenə təkəbbür mövzusu, yenə təkəbbür mövzusu, yenə təkəbbür mövzusu. Ki, bu ana xəttdir Quranda. Ayələri inkar edən, o mövzuların müfhimat olduğunu bildirən insanların sözlərinin alt səbəbi kibirdir, təkəbbürdür, təvazökarlıq deyil. Əksinə Allahın dininə hörmət edən, ona çəkinən insanların hərəkətinin altında təvazökarlıq dayanır. Sən nə qədər Allahın dininə hörmət etməyib yasaqlarına əməl edəcəksənsə, bil ki, o qədər də kibrin artacaq. Və kibir isə səni cəhənnəmə, məni cəhənnəmə sürükləyəcək. Etməli olduğun şey Allahın dilinə, kitabını dil uzadında dilini tutmaqdır. İçini təmizləməyi, düzəltməyi Allahdan istəməkdir. Çünki bu öz dilimizlə, öz əlimizlə başımıza açacağımız böyük bir bəlanın göstəricisidir. Daha sonra 35-də deyir ki, siz Allahın ayələrini məsxərəyə qoyurdunuz. Bu dünya həyatı sizi aldatmışdı. Bugün onlar oradan çıxmayacaqlar və oradan tövbə etmələri tələb olunmayacaq. Cəhənnəmdə olan hadisələrdən danışır. Ki, görün, artıq insan orada tövbə etmək istəsə belə, onlardan tövbə qəbul olunmayacaq, dostlar. Bugün orada nə olacaq? Tövbə etmələri tələb olunmayacaq. Amma burada tələb olunur. Burada bir işıq yolu qoyulur. Ramazanda, Qədir gecələrində, gündəlik ki, səccadəni sərvi 2 rükətlik səmimi, ixlaslı dua edib tövbə etmənə istənilir və icazə verilir. Amma artıq can ki, ruh ki, bu canı tərk elədi və başqa bir dünyaya keçid elədi, o zaman səndən nə tövbə qəbul olunacaq, nə istəniləcək. Və insan deyir ki, axirətdə ən çox darıxacağı şeylər, ən çox arzulayacağı şeylər dünyaya qayıdıb Allahın əmrinə, gözəl əməllərə, insan kimi yaşamağa yenidən fürsət qazanması olacaq. Və deyək, bəzən deyir ki, kaş bircə gün qayıda bilərdim. Kaş qayıtmağa möhlət olardı. Hətta bəzi yerlərdə ayə deyir ki, Allahım, bizi qaytar dünyaya, söz veririk sənə, biz yaxşı əməllər edəcəyik, namaz qılacaq deyir. Və cavabında nə olur? Digər ayələr deyir ki, Allah onlara deyəcək, xeyr, siz yalan danışırsınız. Bundan əvvəl də bunu etmişdiniz. Yenə qayıtsanız, yenə də eyni şey edəcəksiniz. Belə, dostlar, Allah bizləri iman nuru ilə şərəfləndirsin. Qəlbimizi, beynimizi, köksümüzü genişləndirsin. Bizi özümüzü aydın görməmizə kömək eləsin. O qəlbimiz aydınlandıqca, imanımız aydınlandıqca ruhumuza tutduğumuz işıqların bol işıq olsun ki, oradakı olan içimizdəki eybəcərlikləri daha aydın görə bilək. Dilimizə, əməlimizə sahib çıxmaq üçün bizə Allah yardım etsin.
onun mələklərinin duaları qəbul olsun ki, Quran deyir ki, möminlərin ibadətləri üçün, axirəti üçün dua edir mələklər. Allah o mələklərin dualarını qəbul eləsin və bizi gözəl şəkildə bu dünyanı tərk edənlərdən eləsin. Neçə-neçə Ramazanı görənlərdən eləsin dostlar.